Salam Qoşqar müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Qoşqar müəllim, subbakalavrlar ümumilikdə nədir və neçə balla subbakalavrlar hansı göstəricilərlə universitetə keçid edə bilərlər? Əlbəttə, subbakalavr həmin şəxslərə deyilir ki, onlar kollec və yüksək texniki peşə ixtisaslarını bitiriblər və hazırda universitetdə təhsil almaq istəyirlər. Yəni imtahan vermədən diplom balı ilə, subbakalavr diplomunda yazılmış balla universitetdə imtahansız deməli gedib ali təhsil ala bilərlər. Məsələn, burada ixtisaslara görə keçid balları dəyişilir. Tutaq ki, məsələn, mühəndislik ixtisasları. Subbakalavr ixtisası kimi mühəndislik ixtisaslarından universitetə keçid çox rahatdır. Məsələn, əksər mühəndislik ixtisaslarında 50, 51, 51 plus balla mühəndislik ixtisaslarına qəbul olmaq olar. Məsələn, mühasibatlıq ixtisası. Mühasibatlıq, maliyyə, bax bu kimi ixtisaslar hardasa 7-8 ixtisasa keçid eləmək olur. Maliyyə, iqtisadiyyat, deməli, bax bu kimi ixtisaslara təxminən 67, 68 bal və daha çox bal. Sonra məsəl üçün kompüterlə bağlı ixtisaslar. Kompüterlə bağlı ixtisaslar məsələn informasiya texnologiyalarına, kompüter mühəndisliyinə, eyni zamanda informasiya təhlükəsizliyi ixtisaslarına keçid edə bilirlər. Bu ixtisaslardan da keçid balı təxminən 72, 73, 74 balla, subbakalavr balı ilə universitetdə imtahansız keçid eləmək mümkündür. Və yaxud məsələn logistika ixtisası. Logistika ixtisasından da bir çox ixtisasdan logistika ixtisasına keçid eləmək olur. Burada da təxminən 68, 69, 70 bal civarında logistika ixtisasına qəbul ola bilərsiniz. Subbakalavr müraciəti ilə bağlı əgər çətinlik çəkirsinizsə, subbakalavr ixtisas seçiminizi eləmək istəyirsinizsə, buyurub bizim qeydiyyatımıza düşə bilərsiniz, seçiminizi edərik. Təşəkkür edirik. Buyurun.